Ayan, neçə müddətdir rəqslə məşğulsan? Bir il. Bir ilə görə nə göstərə bilərsən bura bizdə? Nə cür rəqs? Super, inşallah. Rəfiqə, neçə müddətdir rəqslə məşğulsan? Bir ildən çox 2 il tamamladır. İnşallah, özünə güvənirsən? Bəli güvənirəm, amma vaxtımın azalmasına rağmen çox qəşəngdə oynayıram. Tamam, görəcək. Hə, Güllü, səni də izləyənlər çox da, yazırlar, canlılarsan da izləyirlər səni də. Neçə vaxtdır rəqslə məşğulsan? Mənim 10 ay. 10 ay, maşallah. Oynaya biləcəksən? İzləyicilərimə güvənirsən? Görək də, baxacaq. Əlişka, necəsən? Yaxşısınız. Yaxşı olasan. Neçə müddətdir rəqslə məşğulsan? 2 il. 2 ildə nə bacarırsan? Nə öyrənmirsən? Yaxşı bir rəqs. Siz də gəlin gətirin, ağa rəqs qrupuna. İnşallah. Oynaya biləcəksən? Güvənirsən özünə, utanmırsan ki? İnşallah. Zəkoş. Zəkoş uşaqlar aramızda təzədir, amma müddəti uzun tələbələrdəndir. Nə vaxtdır Zəkoş? 6 ay. Elə bildim 2 illik gəzir qız. Hər nəysə. Keçən rəqs göstərəsən, Zəhra bir müddət sonra öz dikiliyi ilə, öz səliqəsinin ortalıqda olacaq. Hə Zəkoş? İnşallah hələ təzədir, biraz tanır. Niko, sən necəsən? Yaxşı olasın. Niko da həqiqətən çox tərbiyəli bir uşaqdır. Hər zaman öz tərbiyəsindən seçilib, sevilib. Hə Niko? Neçə müddətdir rəqslə məşğulsan? 2 il. Niko, 2 ilə görəsən sən eləməlisən burada. Bilsən də? Deməli deməyimə ehtiyac yoxdur ki. Nəzrin, Nəzrin. 2 gündür məni öldürür, hə Nəzrin? Neçə vaxt müddət məşğul olursan rəqslə? Sənin ilk gəlişin yadımdadır mən. Nənən zəngiləmişdi, dedim Mıcının yanındayım, hə? İlişib qalmışdım Mıcının, Magdamsın yanında, hə? Deyir ki, ay balıq, Mıcının yanındayım. 2 ilə nə göstərə bilərsən? Nə göstərə bilmərəm? Hə? O dərəcə. Heç nə demirəm sənə. Sadiq. Sadiq yeni saç stilindən yenə bizim qarşımızda da. Sadiq. Karizmatlı bu uşaq. Hə? Prosta biraz yemək yesə özünə gələcək. Nə vaxt rəqslə məşğulsan? 2 il. 3 il. Vallahi. Heç olmasa biraz az deyər. Hə? Uşaqlar ürəyi partladı elə bir. Biraz qorxmadınız? Bizim gözümüzdə insan qorxudanlar. Sən hər zaman nəsən? Dirinəmlə rəqqas. Danışdı da. Hə Sadiq. Nə bacara biləcəksən? Nətər oynayacaqsan? Canavar özünü göstərəcək də. Hə? Canavar Sadiq yazsınlar onlar. Bəli. Elcün nə deyirlər bunlar? Bu Elcün də qoca qurtlardandır. Elcün qoca qurtlardandır. Elcün nə vaxt buradasan bizlə sən? Bəli, sizi də bir tanımam. Elcün sən bala ayağım boyda uşaq idim mən səni görəndə. Yadıma gəlir. Hə ayağım. Nə qədər boyun? 40 santim var. Hə? Hə Elcün. Siz də Eceli məşğulam. Birazdan oynayacağım, amma ikisini görüşəcək. O dərəcə. Bəli. Baxacağıq. Aslında bu şeylər. Və sizə bir sürpriz qızı göstərirəm. Aramıza yenə qatılıb. Sağ olun. Xoş gəlmisən. Çox sağ olun, xoş gördük. Mən də Biraz tanır ev yox. Neçə müddətdir biz yəni rəqslə məşğul olursan? mən 4 ildir rəqslə məşğul oldum. 2 il rəqsdən geri qaldım. Bu da dönüşüm oldu. Dönüş olub amma uşaqlara biraz qan utdurmağa gəlib elə bir qızlar. Əsas da qızlara, hə? Qızlar çox özlərini Ayşe deyir ki, meydan boş qalıb, meydan boş olduğu qalmasın deyə qayıtmışam. Deyir yəni bu meydan bu şeytanlar. Həmişə kimi. Meydandayıq. Elcündə danışsan sən. Sən Ayşe'nin izləyicilərini tanıyırsan. Ayşe ilə belə tələb olmayıb ha. Bilirsən mi? Elgin sədəyi olaraq görürəm. Elcün. Mən bunun tərəfdarıyam ki, hər kəs öz rəqsinə, öz nümayişinə öz cavabını versin. Hə, ayam, sən nə deyirsən? Bunlar nə deyirlər? Bunlar boş-boş danışırlar belə. Hə? Danışırlar da, mən ancaq sənə güvənirəm, sən partladasın, hə? İnşallah. Rəfiqə, Ayam, balaca Ayam, Güllü, Güllü kimi tanıdığımız Əlişqa, Əli, Zəhra, Niyad, Nəzrin, Aysun zaten bilirsiniz, Elgün, Sadiq. Aralarında bir səs vermə başladırıq. İnşallah ki, kimi bəyənsəz yorumlarda bildirim qrupu boş-boş danışanlar arasında bir nəfər seçilsin. Hə, uşaqlar? İnşallah. O zaman bir mahnımızı verək və Ayamla başlayaq. Aranjiram Banjuga.
Benji Banjuga.